Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Bugünkü videom yeni tələbə olanlara, birinci kurslara aiddir. İstəyirəm ki, sizə universitet həyatı haqqında, universitetə aparacaqlarınız, çantanın içindəkilər falan belə məlumatlar verim. Birinci başlayaq universitetdən. Universitet həyatı məktəbdən çox fərqlənir. Artıq orada sizə uşaq kimi yox, gənc kimi, tələbə kimi azad bir insan kimi baxırlar. Bizim bir müəllimimiz var idi, ədəbiyyat müəllimimiz, Nizam müəllim. O hər zaman bizə gənclər olaraq səslənirdi birinci kursdan. O qədər sevirdim ki, onun sözünü. Uşaqlar yox, gənclər sözü başqa bir, necə deyim, mən başqa bir duyğulandırırdı artıq. Uşaq olmadığımın, artıq universitetdə olduğumun fərqinə varırdım hər dəfə o sözü işlədəndə müəllim. Yəni dediyim kimi universitet həyatı məktəbdən çox fərqlənir. Artıq siz orada bir şəxsiyyət kimi formalaşa bilirsiniz. Universitetdə il 2 seminar, məktəbdə necə rublik idisə, birinci rublik, ikinci rublik. Universitetdə isə semestrdir. Birinci semestr, ikinci semestr. Qış semestri və yay semestri. Buna sessiya da deyirlər. Bəzən çaşdırmayın. Qış sessiyası, yay sessiyası. Qış semestrində sentyabrdan yanvara qədər olan müddətdir ki, yanvardan da fevrala qədər siz imtahan verirsiniz, həyatı onda dərk eləyəcəksiniz. İmtahan düzdür, stresslidir, amma nə bilim mənə qəribə bir hava qatır. Sanki əylənirəmmiş kimi qəribə bir hiss olur mənə imtahan ərəfəsində. Stress də keçirirəm təbii ki, kəsilməmək üçün. Amma kəsilsəz belə qorxmayın, tələbənin kəsiri olar. Yəni sadəcə puladan biraz seyfi gəlir ki, o veriləcək pula, amma belə fikir eləmək dəyməz. Universitetdə dərslər mühazirə və seminar olur. Mühazirədə müəllimlər, seminarda isə siz danışırsınız. Mən birinci dəfə elədiyim səhvi sizə deyim ki, ilk dəfə getdik universitetin ilk günü. Ədəbiyyat müəllimimiz, yenə həmin o Nizam müəllim başladı danışmağa, gəldi ədəbiyyatdan danışdı. Ədəbiyyatşünaslığa giriş keçirdik. Gəldi Koroğludan, filan da Qorquddan. Mən də elə bilirəm ki, bu müəllim məktəbdə necədir, ilk dərs haqqında məlumat verirlər ha. Mən də elə bilirəm ki, müəllim fənni haqqında məlumat verir ümumi. Sonrakı gün gəldi ki, nə öyrənmisiniz? Biz də belə baxırıq. Özümə dedim, görəsən nəsə öyrənməliydik. Axı müəllim bizə heç nə deməyib. Sən demə, biz müəllimin danışdığı şeyi dediyi kitabdan tapıb, oradan öyrənməliyik seminara gələndə. İlk dəfə onda fərqinə vardım ki, əgər müəllim danışırsa, deməli mühazirə danışır, dərs danışır, boş-boş danışmır. Bunu öyrənib, siz bunu eləməyin. İlk dəfə müəllim danışırsa, mühazirədir, sonraki seminarda isə artıq növbə sizdədir. İlk gündən dəftər aparsaz yaxşı olar. Elə universitetlərdə var ki, dərs keçirilmir, elə universitetlərdə var ki, keçirilir. Ən azı qısa qeydlər, məsələn, nə bilim, qısa bir qeydlər eləyə bilərsiniz. Bir dənə dəftərlə ruçkadan sizə heç bir şey olmaz. Sizə tövsiyəm çantanızda bir qələm və bir dəftər mütləq olsun. İkinci isə dəftərlərə keçək. Baxın, dəftərlər, mən belə dəftərlər daha rahatdır mənim üçün. Belə qatdalayıb yazmağa filan. Digər dəftərləri nəsə sevmirəm. Mənə bunlar daha rahatdır. Bunlardan alsa sizin üçün də rahat olar. Bundan əlavə mənim çantamda həmişə balaca bir dəftər olur. Göstərim sizə. Baxın. Bu dəftər boşdur, çünki mən bunu bu il üçün almışam. Keçən ilki artıq yuxarıda. Dolub. Bunu bu il üçün almışam. Mən bu il artıq 4-cü kursda oxuyacağam. Magistr falan işim çox olacaq. Yadımda qalmaq üçün yanıma balaca bir belə dəftər alacağam. Burada müəllim keçdiyi mühazirələri, magistr kursunda verilən dərsləri falan ümumən də yadımda qalacaq. Məsələn, müəllim bəzən kitab tövsiyə eləyir, film tövsiyə eləyir. Onu yazıram yadımda qalsın deyə. Belə bir dəftərçəniz olsa, yaxşıdır sizin üçün. Həm hər şey yadınızda qalar, yazarsınız, vaxtında öyrənərsiniz. Müəllimlərin öyrənən tələbədən xoşu gəlir. Baxın, universitet həyatı, hamı deyir ki, universitetə qəbul olunmuşsa, oxumayacam. Elə bir şey yoxdur. Hətta siz deyərdim ki, orada oxumağa başlayacaqsınız əsas şeyləri.
Yəni belə bir şey qətiyyən eləməyin. Müəllim verdiyi dərsləri öyrənin ki, axırda seminardan əlavə, seminarda dərs danışacaqsınız, müəllimlər artıq sizi tanıyacaq. İmtahan ərəfəsində sizə o qədər rahat olacaq ki, təsəvvür edin ki, siz 4 aya, 5 aya keçdiyiniz bir şeyi 1 ay içində imtahanını verməlisiniz. Necə oxuya bilərsiniz 1 ay içində? Onu qeyri-mümkün bir şeydir. Oxuya bilərsiniz, amma yalnız imtahan üçündə, yəni həmin an yadınızdan çıxacaq. Sizə məsləhətim, dərs boyu oxuyun, müəllim dediklərinə diqqət edin. Əsasən də baxın, əgər başa düşürəm ki, hər kəsin imkanı eyni deyil, işləyən tələbələrimiz var, məcburdur o işləməyə, Allah onlara kömək olsun. Onlara məsləhətim, əgər evdə oxumağa vaxtınız yoxdursa, mütləq dərs vaxtı, mühazirədə müəllimin dediklərini qeyd alın. İnanın ki, mən bunu sınaqdan keçirmişəm ki, müəllimlərin 90%-i öz dediklərindən başqa kitabdan əlavə heç bir şey soruşmurlar. Baxın, mənim əsas baxış bucağım buydu ki, müəllim nə dedi, mən onu mütləq qeyd alacağam və yaxud da əgər yaddaşınız o qədər güclüdürsə, seminarların, məsələn, bu gün mühazirədir, sabah yox, digər gün seminardırsa, onu da hardasa yadda saxlamaq olar, amma elə dərslər var ki, bu həftə mühazirəsidir, gələn həftə isə seminarıdır. Onu da yadda saxlamaq olmur, nə yalan deyim. Həmin müəllimlərin dediklərini qeydə alın ki, siz evdə çox oxumaq vaxtınız getməsin. Sonra, məsələn, mən filoloqam, ədəbiyyat üzrə oxuyuram, Azərbaycan dili və ədəbiyyat. Mən bilsəydim əgər, 1-ci kursdan hər zaman yanıma bədii kitab alardım. Mən bunu 3-cü kursdan vərdiş eləmişəm. 3-cü kursda biz Avropa ədəbiyyatı keçirdik, başladıq keçməyə. Avropa ədəbiyyatını o qədər sevirəm ki, o qədər maraqlı bir fəndir ki, əgər filoloq, ədəbiyyat, dil ədəbiyyat fakültəsinə düşənlər varsa, indidən başlayın oxumağa. O qədər gözəl əsərlər var ki, ədəbiyyatda. İstər öz ədəbiyyatımız olsun, istər xarici ədəbiyyat olsun, fərqi yoxdur. Hər zaman yanınıza, əgər evdə vaxtınız yoxdursa kitab oxumağa, yetəri qədər yolda zaman keçiririk. Valla mən evdən çox yolda zaman keçirirəm. Mənim də hər zaman dediyim budur ki, məni heç vaxt dərs, evdə elədiyim iş yormur, məni yol yorur. Mən yolu yormamaq üçün də yanıma kitab alıram. İndi oxuduğum kitab Orhan Pamukun Masumiyyət Müzesi kitabıdır. Fərqi yoxdur. Məsələn, keçən dəfə şəhərə gedirdik anamla paltar almağa. Yanıma götürdüm. 1 saatlıq yolu oxudum. Həm kitabımı oxuyuram, vaxtımı səmərəli keçirirəm. Əgər siz də fərqi yoxdur. Məsələn, o qədər görürəm ki, avtobusda, metroda filan ixtisas ədəbiyyat deyil, başqa tamam ayrı bir ixtisasdır, amma əlində kitab var. Yəni, bu sizin üçün çox yaxşıdır, dünya görüşünüz artır. Universitet belə yerdir ki, oradakı müəllimlər artıq bir dərəcə almış olur. Çoxu, bəziləri artıq alimliyə yaxın bir dərəcədədir. Ona görə sizin dünya görüşünüz çox önəmlidir. Ancaq dərs əzbərliyim, gedim yox. Məntiqinizi də işlədin. Çalışın ki, məntiqlə. Məsələn, müəllim bizə sual verir. O dərsi birinci dəfədir keçir. Məntiqinizi işlədərək, bəlkə də ondan 2 cümlə əvvəl dediyi cümlədə cavab var. Dediyi cavab oradadır. Ona görə müəllimə diqqətinizi verin. Öyrənməyə çalışın. Universitet boş buraxılacaq bir yer deyil. Əgər davam elətdirmək istəsəniz, yaxşı bir kadr olmağınızı istəyirsinizsə, universitet həyatında dərslərə önəm verin. Kim deyirsə boş şeydir, düzdür, boş dərslər var ki, çox mənasız dərslərdir, amma ixtisas fənlərinin mənasız olduğunu düşünmürəm mən. Yəni, oxumağa çalışın. Oxumaq ayıb bir şey deyil. Öyrənməyə çalışın. Yaşınız neçə olur olsa, öyrənməyə çalışın. Öyrənmək yaxşı bir şeydir. Məsələn, mən ingilis dili kursuna gedirəm. İndi buna da gələcəm. Orada 2 nəfər məndən böyükdülər, iş həyatındadılar. İngilis dili öyrənməyə gəliblər. Niyə? Deyərdilər, maaş alıram da, nə edirəm mən ingilis dilini? Yox, çünki öyrənmək üçün heç bir zaman gec deyil. İndi dil məsələsinə də gələcəm ki, 1-ci kursdan bu 4 ili boşa keçirməmək üçün nələr etməlisiniz? İndi isə gələk dil məsələsinə.
və 4 ilinizi necə səmərəli keçirə bilərsiniz. Baxın, mən artıq 4-cü kursam və o qədər peşmanam ki, mən 4 ilimi boşa keçirdim. Nə bir kompüter kursuna getdim, nə bir dil kursuna getdim. Baxın, bu ikisi ixtisasınızdan asılı deyil. Mən filoloqam, dil ədəbiyyat müəlliməsiyəm, amma mən ingilis dili öyrənmək istəyirəm, mən kompüter öyrənmək istəyirəm. Çünki bu dəqiqə dövr bunu tələb eləyir. Baxın, 4 ilinizi boşa keçirməyin. Bunu deyən tək mən deyiləm. O gün sinif yoldaşımla danışıram. O da deyir ki, Rəvanə, kaş 4 ilimi boşa keçirməzdim, kaş dil kursuna gedərdim, kaş kompüter kursuna gedərdim, nəsə eləyərdim. Baxın, tətillərdə ancaq oturub evdə nə edəcəksiniz? Mənim iyulun əvvəli imtahanlarımı bitirdim. Avqusta qədər inanın mən heç nə eləmədim. Sadəcə 2 gün rayona getdim. Bir-iki dəfə də dənizə getmişəm. Qalan heç nə eləməmişəm. Qalan bütün günüm evdə, səhər dururam, gözümü telefonla açıram, yapışıram belə telefona, ta ki yoldaşım gəlinə qədər mən evliyəm. Yoldaşım gəlməyinə az qalmış. Dururam, ortalığı yığışdırıram, yemək pişirirəm, gəlir, yeyir, yığışdır, axırda yenə yapış telefona, ta yuxuya gedənə qədər telefonla oyna. Sizcə bu normaldır? Təbii ki, bu normal bir şey deyil. Beynimi dondururam. Baxın, mən beynimi, özüm bilə-bilə beynimi dondururam. Beynimi nəsə öyrətməyə çalışmıram. Beynimi məcbur eləmirəm işləməyə. Ancaq otur belə. Ya da kinoya baxıram. Belə, qabağa ver, əsas yerlərə bax. Mənasız bir həyat. 4 ilinizi boşa verməyin, yay tətillərinizi boşa verməyin. Baxın, iyuldan avqusta qədər o istilərdə istirahət eləyin, rayona gedin, çox gözəl rayonlarımız var. Dənizə gedin və ya sadəcə evdə oturun, film izləyin. Bu da istirahətdir. Başa düşürəm sizi, 9 ay əziyyət çəkirik, yollarda vaxtımız gedir, dərslər, imtahanlar, seminarlar, kollegiumlar. Başa düşürəm sizi. Amma avqustdan sentyabra qədər olan bir ay müddəti boşa verməyin, nəsə eləməyə çalışın. İmkanınız yoxdur və yaxud da heç istəmirsiniz harasa getmək, evdə ingilis dilində kinolara baxın. Yenə deyirəm, kitab oxuyun, ədəbiyyat oxuyun, ədəbiyyatla maraqlanın. Təyyarə keçdi, davam edeyim. Oxuyun, maraqlanın, nələrsə eləyin. Kurslara gedin, master klasslara gedin. Nə bilməyim, nəsə eləyin də. Məsələn, mən yay ərzində evdə təzə reseptlər sınıyırdım. Nə bilim, və yaxud da özümlə bağlı nələrsə eləyirdim. İndi də artıq bu bir ay müddəti dediyim kimi. Baxın, bu dəqiqə qabağımda ingilis dili. Orhan Pamukun Masumiyyət Müzəsi. O tərəfdə kompüterim və məntiq kitabım. Balaca qeyd dəftərim ev üçün olan. Birazdan gedəcəm informatikadan test toplusu alacağam. Görürsünüz, bu bir aya hər şey etməyə çalışıram ki, bununla da yetinmirəm. Mən bu kitabı boşuna almamışam. Bu mənim 4-cü kursda türk ədəbiyyatı keçəcəyik. Orada keçəcəyim dərslərdəndir. Səhv eləmirəmsə əgər. Sonra, məsələn, kitablar zakaz eləmişəm. Xəz paltolu Madonna, sonra yarpaq dökümü, dodaqdan qəlbə. Bunları da çalışacağam ki, sentyabra qədər oxuyum, bitirim. Oxuyub bitirə bilməsəm belə, yəni yollarda oxuyub bitirəcəm. Problem deyil. Dediyim kimi, 4 ilinizi boşa verməyin, nələrsə etməyə çalışın. Ən sonda, nə deyə bilərəm, hər birinizə uğurlar arzuluyuram. Hər birinizin yolunuzu açıq olmağını diləyirəm. İnşallah ki, sonu çox gözəl olar, əvvəli yaxşıdır, əziyyət çəkmisiniz, çalışmısınız, universitetə girmək asan bir şey deyil. Bunu mən sizə deyirəm, yaşamış biri olaraq ki, mən normal hazırlıqlara gedə bilməmişəm, həm maddiyyatla bağlı, həm karantin dövrü idi, yeni evə köçmüşdük, hər şey üst-üstə gəlmişdi, müharibə dövrü, hər şey üst-üstə gəldi, mən normal hazırlıqlara gedə bilmədim. Son 5 ayda tarix müəllimimi dəyişdim. Burada bir tarix müəllimi var, Qara müəllim. Allah ondan o qədər razı olsun ki,
Mən hər zaman baxın, boş olan kimi bilirəm harda dərs keçir. Gedirəm onun yanına, salamlaşıram, təşəkkürümü bildirirəm. Mən onun sayəsində universitetdəyəm. Müəllimləri dəyişmək üçün gec deyil. Əgər o müəllim sizin ürəyinizə yatmırsa, sizə nəsə öyrətmirsə, dəyişin. Gedin başqa bir müəllimin yanına. Baxın, mən son 5 ayda da yox, yenə 5 ay, son 5 ay qalmış müəllimimi dəyişdim. Birinci şansdan ikinci şansa qədər, birinci imtahandan ikinci şansa qədər olan müddətdə mən oxumuşam. Təsəvvür edin ki, 5 ay ərzində sıfırdan mən ümumi tarixə başlamışam. Azərbaycan tarixindən Xürrəmlərə qədər bilirdim. Ümumi tarixi ümumiyyətlə üzünü atmamışdıq. O müəllimin sayəsində mən 5 aya, 1 ay isə öz əzmim sayəsində. Təsəvvür edin ki, süfrəyə yemək gələnə qədər mən belə idim. Müəllim atdığı qeydləri oxuyurdum, testləri yazırdım. Son aylarda 3-cü qruplar, 2-ci qruplar bilər, test toplusunda AXC dövründə hardasa 300-ə yaxın sual var. Səhvsiz. Maksimum 3 dənə səhvlə işləyirdim. Müəllim inana bilmirdi ki, necə ola bilər? Sən sıfırdan gəlmirsən bura, sən necə belə bir şey eləyə bilərsən? İnanmırdı. İnanın ki, bütün qrupun səhvlərini mənə işlədirdi ki, görüm o testi sən özün yazmısanmı, köçürmüsənmi? Deyirdim, ay müəllim, vallah köçürməmişəm. Köçürsəm mən özümü aldadıram, sizi aldatmıram. Mənim köçürməmin sizə heç bir mənfisi yoxdur. Özümə var mənfisi. Onları mənə işlədirdi ki, hamının səhvini sən izah eləyəcəksən, özdə variantı deməyəcəksən. 5 dənə variantın A-dan Y-yə qədər bütün variantları tarixdir. İllərini deyəcəksən, niyə həmin cavab olmur, onu deyəcəksən. Belə artıq o inandı ki, mən özüm çalışıram bu vəziyyətə gəlmək üçün. Hələ də mən danışırım bütün qruplarında ki, mən onun əzminə heyran. Özümü tərifləmirəm və yaxud da tərifləyirəm, əziyyət çəkmişəm, bəhrəsində görürəm, özümü lap da tərifləyirəm. Əziyyət çəkən bəhrəsini görür. Məzuna qalanlar üzülməsin, sadəcə həyatınızdan bir il gedir. Nəinki səhv ixtisasda, istəmədiyiniz ixtisasda 4 ilinizi itirmək, 1 illə heç nə olmaz. Yenidən çalışın, özünüzü başqa bir sahədə sınayın. Bəlkə daha fərqli bir yerdə daha gözəl nailiyyət əldə edə bilərsiniz. Deyəcəklərim bu qədər. Digər videoda isə sizə makyaj vasitələri, çantalar filan belə şeyləri göstərəcəm. Hər birinizi öpürəm, hər birinizə uğurlar arzulayıram. İnşallah ki, ürəyiniz istəyən yerdə olarsınız. Kanalıma abunə olmağı, bu qədər danışığıma qarşılıq like etməyi unutmayın.